صل على محمد اللهم صل على محمد اللهم صل على محمد بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين أحمده وأستعينه وأستغفره وأتوكل عليه وأصلي وأسلم على حبيبه الرسول الأعظم سيدنا محمد المصطفى اللهم صل على محمد وآله الطاهرين سيما علي أمير المؤمنين وحبيبته الزهراء المرضية والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين زين العابدين ومحمد بن علي الباقر وجعفر بن محمد الصادق وموسى بن جعفر الكاظم وعلي بن موسى الرضا ومحمد بن علي الجواد وعلي بن محمد الحادي وحسن بن علي الزكي العسكري وحجة بن الحسن القائم المهدي صلوات الله عليهم أجمعين أوصيكم ونفسي بتقوى الله. Həzrət Əmir-əl-Möminin əleyhissalam Həmmam xutbəsində təqvalıları vəsf etdiyi bir xutbədə onların bir xüsusiyyətini də belə vurğuluyur. Bismillahirrahmanirrahim. İnnə zəhikə ləm ya'lu savtuhu. Onlar gülən zaman qəhqəhə ilə gülməzlər. Yəni təqvalıların xüsusiyyətlərindən biri budur ki, o gülməkdə və digər məsələlərdə olduğu kimi o həddi aşmazlar. Çünki bu bəyənilməz məsələdir. Təbəssüm, gülüş bunlar yaxşıdır. Amma təqvalı o şəxsdir ki, hər məsələdə o cümlədən gülən zaman həddi aşmasın. Allah Teala inşallah bizləri də təqvalılardan qərar versin inşallah. Həftənin münasibətlərindən vurğulamaq istədiyim məsələlərdən biri 31 Mart soyqırım günü və 2 Aprel döyüşlərinin 10 illik ildönümüdür. Bu hadisədə dünyasını dəyişənləri yad edirik. Allah ruhlarını şad eləsin və Allah Teala bütün müsəlman xalqlarına, o cümlədən Azərbaycan xalqına həqiqi azadlıq və İslam dəyərlərini icra edəcək müstəqillik nəsib eləsin inşallah. Allah bu hadisələrdə dünyasını dəyişənləri, şəhidləri Kərbəla şəhidlərindən məhşur eləsin inşallah. Digər məsələ, aktual məsələ yenə bölgədə, məntəqədə baş verən haqq və batil savaşıdır. İran və Amerika-İsrail müharibəsi. Keçən xutbədə də qeyd elədiyim kimi bu bölgə, məntəqə və dünya nizamını dəyişdirən bir qəhrəmanlıq müharibəsidir. Xalqların iradəsini sınağa çəkən bir tarixi imtahandır. Bu sadəcə dövlətlər arasında gedən müharibə deyil. Bu haqq və batil müharibəsidir. Batilin ki, İranın qarşı tərəfində qərarlaşıb ki, Amerika və İsrailin batil və cinayətkarlıq ruhiyyələri tam aşkardır. Bu məsələ ilə, bu son hadisə ilə ki, bir dənə bir dövlət başçısını, dövlətin dini ali liderini şəhid etməklə, məktəbə hücumla 200-ə yaxın
məktəbli qız uşağını qətlə yetirməklə, dinc əhaliyə hücum eləməklə, dinc əhalini qətlə yetirməklə bir daha göstərdilər ki, bunlar üçün heç bir müqəddəs bir şey yoxdur. Heç bir qanun bunlar üçün yoxdur. Yəni meşə qanunlarından yaşayırlar və heç bir beynəlxalq qanunlara hörmət eləmirlər, heç bir insani dəyərlərə hörmət eləmirlər, heç bir insan həyatına hörmət etmirlər. Və bunların qarşısında dayanıb, bunlarla mübarizə aparmaqdan başqa bir yol yoxdur. Bu, İslam dininin, İmam Hüseyn məktəbinin bizə öyrətdiyidir. Və keçən cümə xutbəsində qeyd elədik ki, bəzi bu müharibədə müsbət, haqq cəbhəsində müsbət məsələlər müşahidə olundu. Düşmən müsəlman ümmətini, İran xalqını parçalamaq istədi. Amma bunun əksi olaraq xalq milli mənəvi vəhdət göstərdi. Başqa bir məsələ təşkilati dözümlülük idi ki, bu yeni rəhbərliklə və böyük komandirlərin şəhadətindən dayanılmayan bir təşkilatçılıq və dözümlülük idi. Yerli potensiala güvən başqa bir müsbət məsələ idi ki, bu müharibədə üzə çıxartdı. İran bunu göstərdi ki, başqa dövlətlər kimi o köpük quran misal vurduğu kimi o köpük üzərində dayanmayıb ki, hansısa dövlətlərdən asılı olan, öz əyağı üstündə dayanan, öz yerli potensiallara güvənən bir xalq idi ki, bu səbəb oldu. Hətta bəzi komandirlərin qeyd elədiyinə görə biz illərlə bu mübarizəni, müharibəni davam etdirməyə hazır bir qüdrətdəyik. Növbəti məsələ mənəvi faktor idi ki, bu müharibədə, haqq cəbhəsində müşahidə olundu. Bugün bu məsələyə işarə eləmək istəyirəm ki, bu müharibə tam olaraq haqq və batil savaşıdır. Allahın vədə verdiyi kimi haqqın qalib gələcəyi və batilin məhv olacağı bir müharibədir. Bu hər bir vaxt olubdur. Bu müharibəyə yalnız bayaq qeyd elədiyim kimi iki dövlətlər arası deyil, haqq-batil müharibəsi kimi baxmalıyıq. Mən bu biraz açıqlamaq istəyirəm bu sözü. Çox eşidirsiniz, haqq və batil müharibəsi. İkinci xutbədə buna işarə etmək istəyirəm. Baxın, bu müharibənin, belə bir müharibənin, haqq və batil müharibəsinin tarixi çox qədimdir. Allah hər bir dövrdə haqqın tərəfində duran qəhrəmanlar qərar verib, qəhrəmanlar yetişdirib, batili isə alçaldıb. Bunun nümunəsi Bədir döyüşüdür İslam tarixində. Məkkə müşrikləri 1000 nəfərdən çox ordu ilə, silah-sursatla elə bilirdilər ki, 300 nəfərdən, 313 nəfərdən olan müsəlmanları məğlub edə biləcəklər. Halbuki Allahın köməyi ilə, Allahın nüsrəti ilə müsəlman ordusu batil cəbhənin bəzi kafirlərini cəhənnəmə vasil eləyəndən sonra qələbə müsəlmanlar tərəfində oldu və Əbu Cəhl kimi şəxslər elə bu müharibədə cəhənnəmə vasil oldular. Bu Allahın bir vədidir. Yəni buna mən indi bəzi Quran ayələri işarə eləyəcəm. Buna inanmaq lazımdır. Hudeybiyyə sülhü başqa bir nümunədir. Kərbala hadisəsi çox eşitmisiniz, tanışdır. Başqa bir nümunədir. Haqq və batil savaşının və haqqın qalibiyyətinin. Hətta zahirdə məğlubiyyət kimi görsənsə də haqq
haqqın müdafiəçisi Allahdır. Haqq həmişə qalibdir. Fərqi yoxdur. Hətta zahirdə məğlub kimi görsənsə də. Önəmli olan haqqı tanıyıb haqqın tərəfində olmaqdır. Çünki haqqın tərəfində Allahdır. Haqla olmaq Allahla olmaqdır. Haqla olmaq qələbə deməkdir. Bu gün də davam edir. Bu məsələ silahlar dəyişir, silah-sursat dəyişir, insanlar dəyişir, amma mahiyyət yerindədir. Haqq və batil savaşı davam edir. Bu haqq və batil savaşında Quran ayələri əsasında bəzi vəzifələrimiz var. Bunlara işarə eləmək istəyirəm. Allah Teala Bəqərə surəsinin 42-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ. Haqq ilə batili bir-birinə qarışdırmayın və haqqı bilə-bilə gizlətməyin. Burada ayə bizə bunu da vurğulamaq istəyir ki, haqqı gərək tanıyaq. Haqqı tanıdıqdan sonra haqqın tərəfində olaq və haqqı bəyan eləyək. O ki, haqq bilirik, haqqı gərək gizlətməyək, haqqı bəyan eləyək. Baxın, düşmən il boyu bu qarışdırmanın icra eləyibdir, bu qarışdırma, haqla batili qarışdırma. İllər boyu bizə İranı düşmən kimi tanıtdırıb. Bu haqla batili qarışdırmaqdır. İndilərdə özləri etiraf edirlər ki, bu bizim məqsədli şəkildə yalan olaraq çıxartdığımız və eyni ilə bu ayədə vurğulandığı kimi haqla batili qarışdırmağımız idi. Digər məsələ budur ki, bu müharibə bunu üzə çıxartdı ki, bəzən o heyvan haqlarının müdafiəçiləri var. Hər hansı dünyanın bir yerində heyvanın hər hansı bir haqqı pozulur, barbar bu barədə bağırırdılar. O şəxslər ki, o qadın haqlarından ki, bütün dünya car çəkirdilər, üzə çıxartdı ki, bunlar haqq tərəfdarları deyirlər. Çünki insan, uşaq dəfələrlə heyvan haqlarından üstün. Qadın, əgər qadın haqları bir adam müdafiəçisi olsa, burada o dünyasını dəyişən körpə uşaqlar, qətlə yetirilən qadınlar da eyni ilə bu həmin sizin meyyara uyğundur. Bu məlumdur ki, sizin məqsədiniz haqqı müdafiə eləmək deyil və haqla batili bir-birinə qarışdırmaqdır. Və müsəlmanların vəzifəsi budur ki, bu kimi məsələlərdə ayıq-sayıq olsunlar. Və xüsusilə diqqət eləməlidir müsəlman, fikirləşməlidir ki, bir dəqiqə media və o xəbərləri öyrəndiyimiz o vasitələr düşmənin əlindədir. Düşmən istədiyi kimi o ictimai rəyi formalaşdıra bilir. Ona görə də ayıq olmalıyıq ki, o xəbərləri və eşitdiyimiz hər sözü analiz eləmədən qəbul etməyək, bir inanca çevirməyək. Düşmənin işi budur, haqla batili qarışdırır. Haqq kimi bizə göstərir, amma əslində batildir. Və biz də haqqı öyrənəndən sonra gərək haqqı gizlətməyək. Başqa bir məsələ bundan ibarətdir ki, haqq Allahlandır. Allah vədə verib ki, haqq və həqiqət qalib gələcək. Mən bəzi ayələrə işarə edeyim, sözümü yekunlaşdırıram. Bismillahirrahmanirrahim. İsra surəsi 81-ci ayə. Əuzu billahi minəşşeytanirracim. Və qul cəəl haqq və zəhəkəl batil. İnnəl batilə kənə zəhuqa. Denən, ey Peyğəmbər, müsəlmanlara denən ki, buna inansınlar. Haqq gəldi və batil yox olub getdi. Həqiqətən batil yox olmağa məhkumdur. Batil ki, bu dəqiqə ondan Amerika və İsrail nümayəndəlik eləyir, getməyə məhkumdur, yox olmağa məhkumdur. Yəni, haqq nə qədər sıxışdırılsa da, nə qədər o batil güclü kimi görsənsə də,
Allahın bu vədəsini heç vaxt naümid olmamalıyıq, heç vaxt o inamımızı itirməməliyik və heç vaxt haqdan əl götürməməliyik, inanmalıyıq buna. Bismillahirrahmanirrahim. Bəl nəqzifu bil haqqi aləl batili fəyədməğuhu fəidə huvə zəhiq. Allah Teala buyurur, biz haqqın vasitəsilə batilin başına vurarıq və onun bu vurmağımızla onun beyninə çatar. Beləliklə batil birdən məhv olub gedər. Bunlar insana ümid verən Allahın vədələridir. Bu bilirsiniz niyədir? Çünki haqqın sahibi Allah Təbarək və Teala'dır. Onun izni ilədir ki, batil müvəqqəti olaraq bu öz həyatına davam edir, həyatını sürür. Allahın izni olmadan o da müəyyən bir imtihanlar üçündür. Allahın hikmətindən qaynaqlanır. Yoxsa haqqın icazəsi olmadan batil bir an belə qala bilməz. Zəlikə bi ənəllaha huvəl haqq. Bu məsələlər ona görədir ki, odur haqqın özü. Haqqın özü Allah Təbarək və Teala'dır. Və ennə mə yəd'unə min dunihi huvə batil. Ondan qeyrisi hər nə varsa batildir. İnnəllaha yudafi'u anillezine amanu. Allah iman gətirənlərdən, möminlərdən müdafiə eləyir. Allah möminlərin müdafiətçisidir. Buna görə tam arxayınlıqla adam bilməlidir ki, haqq qalibdir. Heç bir şübhəsi olmamalıdır. Bu Allahın vədəsidir. Haqq tərəfdə Allahdır. İnnallaha qalibun alə əmri. Allah Teala öz iradəsini həyata keçirtməkdə qalibdir. Allah istədiyini həyata keçirir. Və bu haqqın elə indilərdə də biz bəzi o zəfər və qələbə əlamətlərini müşahidə edirik, görürük. Qısa olaraq buna işarə edeyim, sözümü yekunlaşdırıram. Bu müharibə səbəb oldu ki, bu düşmən və onlarla müttəfiq olanlar da öz aralarında ixtilaf edirlər, öz aralarında fikir ayrılıqlarına düşürlər. Hətta o Amerikanın müttəfiq olduğu bəzi ölkələr, bəzi o qurumlar Amerika bazalarından istifadə eləməyə onlara icazə verməyiblər. Öz komandirləri etiraf edirlər ki, bizə icazə vermədilər o bazalarımızdan istifadə eləyək. Növbəti məsələ budur ki, bir dünyada o düşmən cəbhəsində bir iqtisadi böhran yaranıb bu müharibə nəticəsində. Növbəti zəfərin əlamətlərindən budur ki, Amerikanın elə daxilində bir qarşıdurma var, bir narazılıq var. Bunun müqabilinə baxın, müqabilini müşahidə edin. İranın daxilində bir milli vəhdət, milli birlik və öz xalqlarının, öz rəhbərlərinin ardınca olmaq, onların yanında olmaq nümayiş etdirilən bir vəhdət. Növbəti məsələ qalibiyyətin nişanələrindən biri budur İranın dözümlülüyü. Baxın, düşmən nə qədər təzyiq altında saxlasa belə, nə qədər sanksiyalar tətbiq eləsə, nə qədər şiddətli təzyiq altında saxlasa belə, İran öz izzətini qoruyur, öz dözümlülüyünü qoruyur və İmam Hüseyn əleyhissalamın həyatından dərs alaraq, İmam Hüseyn əleyhissalamın məktəbindən dərs alaraq deyir ki, bizim üçün izzətli yaşayış önəmlidir. Sizə boyun əyib ölmək, boyun əyməkdənsə ölmək bizim üçün izzətdir və şərəfdir. Növbəti zəfərin əlamətlərindən biri ABŞ-ın və Amerikanın ki, bütün bəşəriyyət düşmənləridir, İslam məntəqələrindən, İslam ölkələri, bölgələrindən çıxarılmasıdır. Və ən önəmli məsələ bu müharibə bizə sübut elədi ki, o pik qüdrət ki bilirdik, Amerika və İsrail, səndən bunlar hamısı nağıl imiş. Bunlar hamısı bir
mif imiş. Allah inşallah haqq cəbhəsi olan, haqq tərəfdar olan İran İslam Respublikasını mənfur düşmən üzərində qalib qərar versin. Allah Teala İslam ordusuna güc, qüvvət, səbir, istiqamət əta eləsin. Allah Teala İslam bayrağını bütün bayraqlardan uca qərar versin. Allah Teala batil tərəfdarları olan Amerika və İsraili tezliklə məhv nabud eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.